şagirdlər, abituriyentlər. Bugünkü OTK-nın sınaqdan izahatını vermək istəyirəm. Əvvəla bir şeyi xatırladım. Hələ ki buraxılış imtahanına biraz var və təkrar etmək istəyənlər əllərində qısa konspekt əldə etmək istəyirsinizsə, mənim əl yazma PDF-lərim var. Məsələn, baxın görürsünüz, bu şəkildə, qısa şəkildə konspekt istəyirsinizsə və eyni zamanda əsas özəllik nədir? Bax, bu şəkildə bol-bol nümunəlidir. Hər nümunənin içində asan dildə izahlar. Bu kimi digər mövzuların da PDF-ni əldə etmək istəyirsinizsə, açıqlamada nömrəyə yaza bilərsiniz. Və bloka hazırlaşan abituriyentlər varsa, hansı ki artıq toplunu işləyiblər və bir üst səviyyə vəsaitdən işləmək istəyirlər, bizim Smart hazırlıq qrupumuza qoşula bilərsiniz. Cəmi 15 manat ödənişlə həmən o vəsaitin video dərslərini əldə edə bilərsiniz. Keçək izahlara, dəyərli şagirdlər. Deməli, bizə deyir ki, 15% 60 olan ədədi tapın. Faizinə görə ədədin tapılmasıdır. Bu zaman biz 60-ı 15-də 100-ə vuracağıq. Cavabımız eləyəcək 400. 32-də isə sadəcə hər ifadənin qiymətini yerinə yazacağıq. Sinus 60-ın qiyməti kök altında 3/2. Kosinus 30-un da qiyməti kök altında 3/2-dir. Bölünsün. Tangens 60-ın qiyməti kök altında 3. Kotangens 30-un da qiyməti kök altında 3 eləyir. Sürətimizi sadələşdirsək 2-də 2 kök altında 3. Məxrəcimiz isə 2 kök altında 3 eləyir. İxtisardan sonra isə əlimizdə qalır 2-də 1. Burada, dəyərli şagirdlər, A çoxluğu elementləri 2 rəqəmli ədədlərdir, cüt ədədlərdir. B isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. Və yadımızda saxlayaq ki, bunların kəsişməsi elə B çoxluğunun özünə bərabərdir. Biz sadəcə B çoxluğunun elementlərinin sayını tapacağıq. O 6-ya bölünən ilk 2 rəqəmli ədəd 12-dir. Son 2 rəqəmli ədəd isə 96-dır. Biz bu sayı tapanda 96-dan 12-ni çıxırıq, bölürük 6-ya, çünki 6-ya bölmədir və üzərinə 1 gəlirik, dəyərli şagirdlər. Cavabımızı 15 alacaqdınız. ABC üçbucağında AD tən böləndir. AB böl AC 2/3-dür. BD 6-dır. Bizdən DC-ni istəyir. Biz bilirik ki, tən bölənin xassəsinə görə AB böl AC bərabərdir BD böl DC yaza bilərik. Bunu bizə veriblər 3-də 2, dəyərli şagirdlər, və BD-ni də bizə veriblər 6. Onda DC-ni tapanda cavabımız 9 alınır. Burada isə kompleks ədədlərin hasilini tap deyir. Çox sadə suallardır əslində, yəni rahat suallardır. İnşallah ki, buraxılışa da bu şəkildə düşər. Biz burada sadəcə mötərizələrimizi açacağıq. 15 üstəgəl 5i çıxılsın 3i və çıxılsın i-nin kvadratı, dəyərli şagirdlər. Burada 15, bax bu eləyir üstəgəl 2i, bu isə bizə mənfi 1 olduğu məlumdur. Və bunu çıxdıqlarına görə burada nə yaranacaq? Üstəgəl 1 yaranacaq. Nəticədə 16 üstəgəl 2i alınacaq A variantı. 36-da bilirik ki, kürənin səthinin sahəsi S bərabərdir 4πr kvadratı ilə hesablanır və əgər radiusumuz 5 dəfə, daha doğrusu 5 santimetr olarsa, onda hesablayaq. 4 vur pi vurulsun 25 olur. O da eləyir 100 pi Y variantı. Bu kimi çalışmalarda isə, dəyərli şagirdlər, mən bunu belə yazıram. 64/10 üstəgəl 4/10 və ortaq məxrəc kök altında 10-u saxlayıram. Buradan bilirəm 8 çıxır, buradan isə 2 çıxır. 10 böl kök altında 10.
Bunu da irrasionallıqdan azad edəndə hər tərəfini kök altında 10-a vurarıq. Aşağıda 10 çıxır, ixtisar gedir və qalır sadəcə kök altında 10. Bu kimi çalışmalarda isə biz sürətləri, məxrəcləri mümkün qədər vuruqlarına ayırırıq. Məxrəcimizi x-2, x üstəgəl 2 şəklində. Burada isə dəyərli şagirdlər, əvvəla köklərimizi taparıq ki, 2-nin -1-ədir. O yüzden bunu vuruqlarına ayıranda bir dəfə x-2, bir dəfə isə x plus 1 kimi yazacağıq. Sürətindən x-i çıxardacağım. X plus 2. Məxrəcini də müxtəsər vurma düsturunu tətbiq edirəm. Və ixtisarlarımı aparıram. Bax, ixtisar getdi, ixtisar getdi, ixtisar getdi. Qaldı nə? Yuxarıda qaldı x, aşağıda qaldı x çıx 1. O da C variantındadır. Davam eləyək. 39. 39-da təxminən şəkli çəkdim. Deməli, 200-lü bucaqdır bildiyimiz kimi. Və 200-lü bucağımız 60 dərəcədir. Bu müstəvilərdən birinin üzərində olan A nöqtəsi. Bax, bu. Burada A nöqtəmiz var. Digər müstəvidən 6 sm məsafədədir. Bax, buradan 6 sm məsafədədir. A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər, yəni dəyərli şagirdlər, bax, kəsişmə xətti buradır. Bura qədər olan məsafəni istəyir bizdən. Bax, buranı istəyir. A-dan bu müstəviyə qədər olan məsafə dediyinə görə bura 90 dərəcədir. Yəni düz bucaqlı 3 bucaqdır. Və iki müstəvi arasında bucaq 60 dərəcəsə, bax, bura 60 dərəcədir. Onda bu yuxarıdakı 30 dərəcədir və bizdən hal-hazırda bu üçbucağın hipotenuzunu soruşur. Baxın, bura hipotenuz rolunu oynayır. Belə eləyirik. Deməli, bura 60-dırsa, yuxarı 30-dursa, 30-un qarşısındakı bu katet bilirik ki, 60-ın qarşısındakı katetin kökdə 3-ə nisbətidir. Və bunu da irrasionallıqdan azad eləyəndə sürəti də, məxrəci də kök altında 3-ə vurarıq. 6 kökdə 3 böl 3 ixtisar gedər. Qalar 2 kökdə 3 və 30 dərəcə bucağın qarşısındakı katet əgər 2 kökdə 3-dürsə, bizə lazım olan həmən bu məsələn olsun AK. AK məsafəsi dediyimiz kimi bu üçbucaq 3-ün hipotenuz rolunu oynayır. Bu da bunun 2 qatıdır. Olur 4 kökdə 3. Davam edirik. 40 nömrəyə baxaq. Sadə bir bərabərslikdir, çox sadə. Əvvəla mötərizəni vuraq, açaq. 4x çıx 6 kiçik bərabərdir 3x çıx 2. Keçirdək bu yana x kiçik bərabərdir 6 gəlsə bu yana olur 4. Və 4-dən kiçik və 4-ə bərabər x-ların içindən natural ədədlərin məndən cəmini istəyir. Hansılardır? 1, 2, 3 və 4-dür. Cavabımız 10. 41-ə baxaq. Trigonometrik tənlikdir. Biz burada adətən kosinus x-i, yəni tək dərəcəni bir A ilə işarə edirik. Və yaxud da belə deyənim, heç etməsək də olar. Belə bir halla da yaza bilərik ki, dəyərli şagirdlər, kosinus x üstəgəl 1-in kvadratı, yəni bunu tam kvadrata bağlayarıq. Və bu da əlbəttə ki, kosinus x üstəgəl 1 bərabərdir 0. Buradan kosinus x bərabərdir -1. Xüsusi halın tənliyidir. Və buradan da pi üstəgəl 2 pi k olmuş olacaq. Əlbəttə ki, k daxildir z olmaq şərti ilə. O da A variantında göstərilir. 42-yə baxırıq. Deməli, tənliklər sistemidir. Buradan nə edək? Yuxarı tənlikdən x-i çıxardaram. Qalar 2x üstəgəl y bərabərdir 2. Aşağı tənliyə dəymirəm və aşağı tənliyi yuxarıda yerinə yazıram. Onda olacaq x vur 1, yəni elə x bərabərdir 2. X-imizi tapdıq, gətirək aşağıda yerinə qoyuruq. 2 vur 2 üstəgəl y bərabərdir 1, y də bərabərdir -3
tapmış oluruq, dəyərli şagirdlər. Və məndən onların hasilini istəyir. Hasili olur -6. 43-ə baxırıq. Sonsuz azalan həndəsə silsiləsində cəm verilib və Q də verilibsə B1-i tapırıq. Sonsuz azalan həndəsə silsilənin düsturumuz var ki, B1 böl 1 çıx Q-dür. Bunu da bizə 15 verib. Yerinə yazaq. B1-i bilmirik. 1 çıx Q-nü bilirik. 3də 1 bərabərdir 15. Onda B1 nəyə bərabərdir dəyərli şagirdlər? Bu eləyir 3də 2 və 15-i vuracam 3də 2-yə. Cavabımız olacaq 10. 44. 44 kimi çalışmalarda üslü tənliklərdir. 2 üstünü saxlayıram. 64də 1 isə dəyərli şagirdlər 2 üstü -6 deməkdir. 2-ləri atıram, yerdə qalır x kvadrat çıx 5x bərabərdir -6. Buradan x kvadrat çıx 5x üstə gəl 6 olmuş olur. Və mənə böyük kökünü istəyir. Bunun köklərindən biri 3-dür, biri 2-dir. Böyük kökümüz əlbəttə ki 3-dür. Yəni cavab 3. 45-ə baxırıq. Oxşarlıqdır. Əla. Oxşarlıqda bilirsiniz ki, uyğun nisbətlər yazılır. Və gəlin baxaq. Bax, bu yazılışa görə, dəyərli şagirdlər, biz hansı nisbətləri yaza bilərik? AB parçasının buradakı MN-ə, AC parçasının buradakı MK-ya və BC parçasının da NK-ya nisbətini yaza bilərik. Gəlin görək nə var əlimizdə və necə yaza bilərik. Və ya perimetr bizdən istəyirsə, deməli perimetrlərin nisbəti, P1-in P2-yə nisbəti uyğun A1-in A2-yə nisbəti kimi istifadə edəcəyik. Ona görə biz balaca üçbucağın perimetrini birinci hesablasaq, bu eləyir 13. Deməli, belə eləyirik. Böyük üçbucağın perimetri, yəni PABC bölünsün balaca üçbucağın perimetri bərabərdir uyğun tərəfin uyğun tərəfə nisbəti. Bizdə də uyğun tərəfimiz 10-dur. Buradakı uyğun tərəfimiz isə 2-dir. Həqiqətən də baxın, burada da belə yazmışam. Bu da eləyir 5. Deməli, bizim perimetrimiz 5-i 13-ə vuracaq. Eləyəcək 65. Növbəti 46-ya baxırıq. Bu kimi loqaritmalarda biz zəncir üsulu deyirik. Necə? Baxın, 7 ilə ixtisar gedir, 15 ilə və nə qalır? Dəyərli şagirdlər, loqaritma 2-dən 8 qalır. Bunun cavabı isə eləyir 3. 47-yə baxırıq. Biraz balacalaşdırım. Deməli, BD parçası ABC üçbucağının, CM parçası isə BCD üçbucağının medianıdır. ABC üçbucağının sahəsi 180 olarsa, MBC üçbucağının sahəsi, gəlin buranı bir S işarə edək. Biz bura gəlməliyik. Deməli, dəyərli şagirdlər, çox sadə yolla birinci bu mediana görə, yəni yazırıq ki, BD medianına görə üçbucağın sahəsi yarı bölünür. Onda 180-i yarı bölürük. Burada 90-dır. Bax, buranın bütövi də 90-dır. İndi CM medianına görə də bu üçbucaq yarı bölündü. Yəni, bu 90 yarı bölündü. Onda SMBC nə oldu, dəyərli şagirdlər? 45 oldu. 48-ə baxaq. 210 ədədinin sadə vuruqlarının cəmini istəyir. 210 ədədini sadə vuruqlarına ayırsaq, 3, daha doğrusu 2-dən başlayaq. 2 vur 3 vur 5 vur 7 olmuş olacaq və bunların bizdən cəmini istəyir. Olur 17. Davam eləyək. 49-a baxaq. Deməli, ABCD trapeziyadır. Bucaq A 50 dərəcədir. Bucaq D 80 dərəcədir. BC 4-dür.
yəni kiçik oturacaq. CD, yəni yan tərəf 7-dir. AD oturacağının uzunluğunu tapmaq lazımdır. Biz nə edərik, dəyərli şagirdlər? Baxın, bu C-dən AB-yə bir paralel düz xətt çəkirik. Onda 4 düşür bura. Və paralelliyə görə bu uyğun bucaqlar gəlir bura. 50. Düzdür? İndi 80, 50, onda burada 50 düşür. Baxırıq ki, bu üçbucaq bərabər yanlı üçbucaqdır. Onda bu 7 düşür bura. Belə çıxır ki, AD tərəfi 4 ilə 7-nin cəmidir. 11 və salam. Davam edirik. 50 nömrə. Deməli, qrafikdən nə deyir? F bu nədir? 4-dür yəqin ki. Yoxsa, F4-ü istəyir də, çox böyük ehtimalla. Deməli, biz qrafikə görə görürük ki, bunun təpə nöqtəsi, dəyərli şagirdlər, təpə nöqtəsi 1-4 nöqtəsidir. Aha. Y oxunu kəsdiyi nöqtə isə 0-5 nöqtəsidir. Bax, bura. Bu, həm də, dəyərli şagirdlər, bizim S-mizi bildirir. Bax, onu da deyim sizə. Aha. Onda biz bu funksiya üçün belə yaza bilərikmi? A vurulsun, x çıx 1 kvadrat, üstə gəl 4. Və salam, bu da y-ımızdır axı bizim. Mən də bilirəm ki, x-a 0 qoyanda y-ım nə olubmuş? 5. Gəlin baxaq. Onda x-a 0 qoyanda bu eləyir -1 kvadratı 1. Yəni, a üstə gəl 4. Bərabərdir dediyim kimi, x-a 0 qoyanda y neçə alıbmış? 5. Buradan da a-nı nə tapırıq, dəyərli şagirdlər? 1 tapırıq. Onda mənim funksiyam bu hala düşür. Y bərabərdir, a 1-dir. X çıx 1-in kvadratı üstə gəl 4. Məndən də F4-ü istəyir. Yəni, deyir ki, apar x-in yerinə 4 yaz. 4 çıx 1, 3, kvadratı 9, üstə gəl 4. Cavabımız olacaq 13. 51. Durğun sudakı sürəti 50 km/saat olan motorlu qayıq çayın axını ilə 3 saata getdiyi yol, axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Çayın axma sürətini tapın. Gəlin belə bir şey quraq. Deməli, durğun sudakı sürət 50-dir. Düzdürmü? Bizim çayın sürətimizi bilmirik. Gəlin onu bir V ilə işarə edək, ya X ilə, fərqi yoxdur. Onda çayın axını ilə deyirsə 50 üstə gəl V yazıram. Neçə saat? 3 saat. Bu, bunun getdiyi yoldur. İndi geri qaydanda necə olur? 50 çıx V olur. Amma bu dəfə 4 saat gedir. Axı, eyni yoldur. Düzdür? Ona görə də bunun deyir getdiyi deməli, yoldan 8 km azdır. Yəni, bərabərdir. Bu çıxılsın 8 və başlayaq həll eləyək. 150 üstə gəl 3V bərabərdir. 200 çıxılsın 4V çıxılsın 8. Buradan 7V bərabərdir. 50-dən 8 çıxacaq. Qalacaq 42 və V bərabərdir 6. 52. Qutuda 4 sarı, 3 qara, 5 yaşıl rəngli qələm var. Təsadüfən seçilmiş 2 qələm. Deməli, dəyərli şagirdlər, biz təsadüfən 2 qələm seçib deyəndə kombinizondan istifadə edəcəyik. Deməli, kombinizon neçə dənədir ümumiyyətlə burada? 12 dənədir. Birincisi 12-dən 2 seçim. Bu bütün mümkün hallardır. Amma mənə deyir ki, eyni rəng olması. Onda elə bil ki, ya sarı olsun. Onda belə seçərəm ki, ya 4-dən ikisini seçirəm və ya dediyimə görə üstəgəl qoyuram. Ya ikisini də qara seçərəm, yəni 3-dən 2 və ya ikisini də yaşıl seçərəm. Və mən başlayıram bunları hesablamağa, dəyərli şagirdlər. Gəlin baxaq. Kombinizon 4-dən 2. Bu necə hesablanır? Məsələn, mən bunu rahat necə hesablayıram? 4-dən 2 addım geri gedirəm. 4 vur
3 və bölürəm. Bax, bu 2 var. Onun 1-dən 2-yə hasili. Cavabımız neçə eləyir? 6. Yəni, bax, bu kombinizonun cavabı 6 elədi. Bu kombinizonun cavabı eynən bu üsulla 3 eləyir. Bu kombinizonun cavabı isə 10 eləyir. Aşağı düşürük. Bu kombinizonun cavabı isə 66 eləyir. Cavabımız 66-da 19. 53. Deməli, deyir, çevrənin A nöqtəsindən uzunluqları 16-12 olan qarşılıqlı pentillər 2 vətər çəkilmişdir. Yəni, bura 16-dır, bura 12-dir və bu 90 dərəcə olmağı bizə nə bildirir? Belə çıxır ki, BC həm hipotenuzdur, həm də diametrdir. Və biz bunu tapsaq, olacaq kök altında 400, o da olacaq 20. İndi mənə deyir ki, çevrənin uzunluğunu tap. Çevrənin uzunluğu pi d düsturu ilə, yəni diametr veriləndə pi d düsturu ilə hesablasaq, sadəcə 20 pi edəcək. 54 piramida məsələsi. Oturacağın diaqonalı AC 4 kökdə 3'dür. Yan tili AC AS deyək ona 4 olan düzgün 4 bucaqlı. Düzgün 4 bucaqlı o deməkdir ki, oturacaq kvadratdır. 4 bucaqlı piramidanın həcmini tapın. Ümumiyyətlə piramidanın həcmi düsturu V bərabərdir. 3/1 S oturacaq vur H-dır. H-ı birinci tapmaq lazımdır əlbəttə ki. Bunun üçün də biz AC-nin yarısını buradan götürsək 2 kökdə 3 və burada yaranmış, baxın, burada yaranmış düzbucaqlı üçbucaq üçün bu da 4'dür axı. Pifagor teoreminə görə SO həm də H rolunu oynayır. Biz burada bunu tapsaq olacaq kök altında 4'ün kvadratı çıx 2 kökdə 3'ün kvadratı. O da eləyir 2. Deməli, bizim H-ımız 2'dir. Onda V-ni tapaq. 3/1 S oturacaq. S oturacaq da kvadratın sahəsi əgər diaqonalı verilibsə D kvadratı böl 2 düsturu ilə hesablanır. Deməli, 4 kökdə 3'ün kvadratı eləyir 48. Onu da 2'yə böləndə eləyir 24. Gətirək yerinə qoyaq. 24 vurulsun. H-ımız da 2'dir. O da olacaq 16. 55'ə baxırıq. Çənin 6/5 hissəsi su ilə doludur. Çəndəki suyun, bu nədir, 5/1'dir deyəsən. Yoxsa ki 6/1'dir. Bu 5/1 də 6/1 hissəsi işləndikdən sonra 5/1'dir deyəsən. 80 litr su qalarsa, çən neçə litr su tutar? Gəlin belə eləyək. Çənin tamamı olsun X. Çənin tamamı, yəni bütün həcm olsun X. Hal-hazırda burada 6/5 X qədər su var. İndi deyir ki, həmən bu suyun, deməli, 5/1'i işləndi. Onda, deməli, bunun 5/1'i necə hesablanacaq? Bax, bu şəkildə. Bu da eləyəcək, deməli, 6/1 X işlənib. Bu işlənəndir. Amma qalan su 80 litr oldu. İndi gəlin baxaq. Bizdə 6/5 X su var idi. Bunun da 6/1 X işləndi. Qaldı 6/4 X, yəni 3/2 X qədər su qalıb. Bu da nəyə bərabərdir? 80'ə bərabərdir. Yəni 3/2 X bərabərdir 80 və X-i də buradan taparıq ki, olar 120 litr. Davam edək. 55. Qurtardıq 55. Budur, dəyərli şagirdlər. Hamıya uğur diləyirəm.